Bir nəğmədir ömrüm, sözü qəmli, qəzələm mən. Qəlbim döyünür eşq ilə ruhən, gözələm mən. Çox oldu izimlə yerimək istəyən ancaq, yoxdur mənə tay bir dənəyəm, çox özələm mən. Fəxriyə. Bu gərdişə aldanmaram əsla, bilirəm ki, indi çiçək olsam belə bir gün xəzələm mən. İnsanlara qəlbimdə təmiz sevgi böyütdüm, şeytan yaşadan hər ürək üçün əcələm mən. Ya Rəbb, bu yalanlardan özün qəlbimi hifz et. Əyriyi yaşamaq düzdürsə, qoyma düzələm mən. Düşmən üz-üzə gəlmədi mənlə, düşmən üz-üzə gəlmədi mənlə kürəyimdən. Xəncərlə vuruldum, əlidən bir məsələm mən. Şahbaziyə eşq içrə deyirlər, şahbaziyə eşq içrə deyirlər böyük ustad. Məcnun nə bilir sevməyi, ondan əzələm mən. İlqar Fəhmi Kəmalə Şahbazi ilə dostluğunun qədim illərə, ötən əsrə söykəndiyini vurğuladı. O, Şahbazini uzun illərdir tanıdığı, yaradıcılıq yolunu yaxından izlədiyi bir qələm sahibi olduğunu qeyd edərək, bir neçə il ona şəxsən əruz və ədəbiyyat dərsləri keçdiyini bildirdi. Və o baxımdan mən düşünürəm ki, Kəmalə xanımın xüsusi yeri var. Çünki Kəmalə xanım artıq 20 ilə yaxındır klassik poeziya ilə məşğuldur. Bizim hələ o dövrün məclislərindən başlayaraq və mən təbrik edirəm onu gözəl kitabı münasibəti ilə və düşünürəm ki, oxucuları da çox ürəyici olacaq. Bizim ustadımız mərhum Arif Buzonalı onu yenidən həvəsləndirdi. Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri Kəmal Hüseynzadə Şahbazinin ikinci kitabına redaktorluq edərkən istedadına heyran olduğunu vurğuladı. Və bugün də şadam ki, belə bir gözəl gündə onun təqdimatıdır və biz onun uğurlarını qeyd edirik. Kitabın da adı belədir, Qəzələm mən. Kəmalə xanım elə bir qəzəldir, həm də gözəldir. Kəmalə xanım Azərbaycan müasir ədəbiyyatında sayılıb seçilən qəzəlxan xanımlarımızdandır. Bizim üçün də sevindirici haldır ki, xanım şairlərimiz bizimlə bir yerdə meydanda qələm oynadır. Uşaqlıqdan ailəvi dostumuz olan qəzəlxan, şair Kəmalə Şahbazinin kitab təqdimatı olacaq bu günə. Həmçində mənim rəsm əsərlərim təqdim olunacaq.